Qorxun o adamlardan ki, savadları var, hikmətləri yoxdur. O təhlükəli adamlardır. Onların zərbəsi, ziyanı çoxdur. Fikrindən də döndərmək mümkün deyil belə adamı. Vəzifəni səhv müəyyən eləyəcək. Yolu səhv tapacaq. Səhvinə də 100 dənə elmi dəlil gətirəcək. Qurandan dəlil gətirəcək, hədisdən dəlil gətirəcək, başa salmaq da mümkün olmayacaq. İnanın mənə, bəziləri avamdır, amma alimdən də hikmətlidir. Belələri də var. Avam adamdır, amma bəsirətli adamdır. Peyğəmbər buyurub ki, saqqallarınıza xına çəkin, saçlarınıza xına çəkin. Həzrət Əli əleyhissalam deyib, lazım deyil. Yanıblar Həzrət Əlinin üzünə ki, sən Peyğəmbər sünnətinə qarşı gedirsən. Peyğəmbər buyurub bunu, Peyğəmbərin sünnətidir. Sən necə deyirsən, bunu eləmək müstəhəb deyil. Həzrət Əli əleyhissalam başa salır ki, zamana bağlı məsələdir. Dinin xına ilə işi yoxdur. O zaman müsəlmanların sayı az idi. Yaşlı insanlar çox idi. Qocalmışdılar, yaşlıydılar. Döyüşlərdə müşriklər psixoloji üstünlüyü əldə eləməsin deyə deyirdilər ki, ağ saqqalınızı, saçınızı xına ilə eləyin ki, yaşlılığınız, zəifliyiniz bilinməsin. Onun üçün idi. İndi də elə deyil. Şükür Allah'a ki, müsəlmanların sayı artıb filan. Bu hökmə icrasına ehtiyac yoxdur. Yanırdılar üzünə ki, yox, sən necə dəyişdin Peyğəmbərin hökmünü? İmam Sadiq əleyhissalam buyurur ki, əgər bilsəydiniz insanlar necə fərqli yaradılıblar, o zaman heç kəs bir başqasını günah elədiyinə görə qınamazdı. Şuna bax deyir, bu nə günahdır sən elirsən, sənin üçün asandır, onun üçün çətindir. O fərqli ictimai mühitdə formalaşır, fərqli genetik xüsusiyyətlərə sahibdir, sən fərqli, öz arşınınla ölçmə heç kəsi. Sənin üçün ağır olan onun üçün yüngüldür, onun üçün yüngül olan sənin üçün ağırdır. Bu tamamilə fərqli individualdır məsələlər. Demək ki, nə fərq var? Günah günahdır. Xeyr. İki adamdan hesab kitabda fərq olacaq qiyamət günü. Biri bir günahı 100 dəfə eləyəcək, bir dənə istiğfarla bağışlanacaq, biri bir dəfə eləyəcək, bağışlamayacaq. Onu Allah bilir ki, kimə nə asandır, nə çətindir, hansı mühitdə formalaşıb. Bunun hamısına hikmət lazımdır müəyyən eləmək üçün. İki xəstə görmüşəm, bu mənim təcrübəmdə olub. İki xəstə eyni şikayətlə bir həkimə müraciət edib gözümün qabağında, ikisinə fərqli-fərqli, heç müayinə eləməmiş fərqli-fərqli müalicə müəyyən eləyib. O baxır, görür, vəziyyətindən bilir. Nə olsun nəticə eynidir. Mənşəyi nədir? Onu həkimdir, həkim ona görə həkimdir ki, onu bilir. Onu bəzi kəndlərdə olur. Biri məsələn filan yerə ağrıyır, dərman atır, bütün kəndə deyir ki, o dərmandan alın atın, düzələcək. Amma atır, görsən fəsadı olur. Başa düşmür ki, elə hər məsələn mədəsi ağrıyan eyni dərmanı atmamalıdır.